Uşaqlar, bugün keçirik iki dənə xanlıq, Quba xanlığı ilə Qarabağ xanlığını keçirik. Deməli, telefon. Quba xanlığını Hüseynəli xan yaratmışdı. Hüseynəli xan hələ 1720-ci illərdə, 1726-cı ildə daha dəqiq desək, Rusiya tərəfindən Qubaya hakim təyin edilmişdir. O şərtlə ki, Rusiyaya tabe olacaqdır. Rusiyanın himayəsində olacaqdır. 1726-cı ildə nə zaman ki Nadir Şah ölür və Hüseynəli xan da onun ölümündən sonra müstəqil Quba xanlığının əsasını qoyur. Quba xanlığının mərkəzi olmuşdur Xudad şəhəri, sonra isə Quba şəhəri olmuşdur. Hüseynəli xan, ümumiyyətlə Quba xanlığı Azərbaycanı vahid halda birləşdirməyə çalışan xanlıqlardan biri idi və Hüseynəli xan da 1757-ci ildə Salyanı öz xanlığının tərkibinə qatmışdır. 58-ci ildə Hüseynəli xan ölür və yerinə oğlu Fətəli xan gəlir, Qubalı Fətəli xan. Qubalı Fətəli xan hakimiyyətə gəldikdən sonra, xan olduqdan sonra başlayır islahatlara. Onun islahatlar keçirməkdə ümumiyyətlə 3 dənə islahatı vardı. Əsas məqsədləri məhz Quba xanlığının ərazisini genişləndirmək və xanlığı möhkəmləndirmək idi. İslahatları vergidir, köçürmədir və birləşdirmə islahatlarıdır. Baxaq görək vergi islahatında nədir? Vergi islahatına görə verginin mahal naibi tərəfindən yığılma qaydası ləğv olunur. Əvvəllər mahal naibləri yığırdı, vergini gətirib xəzinəyə verirdisə, indi vergini birbaşa kəndxuda yığmalı idi və gətirib özü şəxsən xəzinəyə təhvil verməli idi. Və bir də ki, bəzi mükəlləfiyyətlər var idi ki, yəni mükəlləfiyyət burada görülməli olan işlər, məcburi işlər, mükəlləfiyyət. Bəzi mükəlləfiyyətlər var idi ki, o mükəlləfiyyətlər xanın şəxsi yasavul, yəni məmurları tərəfindən icra olunurdu. Vergi islahatında bu ikisi idi. Köçürmə islahatında Fətəli xanın 3 dənə köçürmə islahatına aid məsələ var burada. Birincisi, Cənubi Azərbaycandan, Ərdəbildən və digər ərazilərdən əhali köçürürdü xanlığın ərazisinə ki, xanlığı da əhalinin sayını artırsın. Əhalinin sayını artırmaqda məqsəd nədir? Təbii ki, burada var, vergi verən əhali çoxalır, döyüşən əhali sayı artır və s. məsələlərə görə. İkincisi, Muğandan cəngavər şahsevər tayfalarını köçürmüşdü sərhəd əraziləri. Muğan ərazisindən cəngavər, yəni döyüşkən şahsevər tayfalarını köçürmüşdü xanlığın sərhəd ərazilərinə ki, sərhədləri qorunsun. Üçüncüsü isə Qubadan, Dərbənddən və digər Qubanın öz ərazisindən əhali köçürmüşdür Şamaxıya ki, orada özünə etnik dayaq yaratsın. Köçürmə siyasəti də budur. Birləşdirmə siyasəti isə Qubalı Fətəli xan Azərbaycanı vahid halda birləşdirməyə çalışırdı. Amma əvvəlcə məqsədi Azərbaycanın şimal-şərq hissəsini birləşdirmək idi. Şimal-şərq deyəndə hara gəlir gözünüzün qabağa? Quba, Bakı, Şamaxı, elə deyil, Xəzərin sahili tərəflərdə o hissələr birləşdirmək istəyirdi. Bu məqsədlə atdığı ilk addım 1759-cu ildə Dərbəndin birləşdirilməsi olur. Dərbənd xanlığı var idi burada, xanlığı yaranmışdı, hansı ki 1806-cı ildə Ruslar tərəfindən işğal edilmişdi. 1759-cu ildə Dərbəndi öz tərkibinə qatır. Növbəti addım kimi istəyirdi Şamaxını tutmaq, amma ki əvvəlcə qabağa düşdü Bakı xanlığı. Niyə Bakı? Bakının nikah diplomatiyası vasitəsilə özünə tabe edə bildi. Deməli, Bakı xanının qızı ilə evləndi və belə olan halda ya öz qızını Bakı xanına verdi, nəsə belə bir şey, nikah diplomatiyası vasitəsilə Bakını da özünə asılı vəziyyətə saldı. Bakının tutulmasının əhəmiyyəti o idi ki, Bakı liman şəhəri idi, o dövrdə gəmilər filan üzürdü rahat şəkildə və sonra üzü Şamaxıya tutdu. Şamaxı məsələsini biz şəkildə keçmişdik. Nə demişdik? Yer gəlmişkən 1765-ci ildə Fətəli xan Şamaxı xanlığı ilə bir müqavilə bağlayır. Müqaviləyə görə Şamaxı xanlığı lazım olan halda, Şamaxı xanlığı deməli Qubaya, belə desək, tabe olunur. 67-ci ildə isə demişdik ki, Şəki xanlığı ilə birlikdə hücum edərək Şamaxı xanlığının ərazisini bölüşdürmüşdür. Düzdür, 68-ci ildə amma nə baş verir? Qubalı Fətəli xan Şamaxıya hücum edərək bütöv şəkildə onu öz tərkibinə qatmışdır. Deməli, 68-ci ildə Şamaxıda tabe edilir və bir də ki, Cavad xanlığı var idi, kiçik bir Muğanda. Həmin Cavad xanlığı da tabe edilir. Beləliklə, Şimal-Şərqi Azərbaycan torpaqları Quba xanlığının tərkibinə qatılır. İndi biz baxırıq bundan sonraki proseslərə.
Quba xanlığının güclənməsinə qarşı Qarabağ xanlığı idi, Şəki xanlığı idi, Gürcü çarı idi, Dağıstan hakimləri idi ki, onlar narazı idilər. Və bu adların saydıqlarını birləşirlər. 1774-cü ildə Xudad yaxınlığındakı Yavduşan ərazisində Qubalı Fətəli xanı məğlub edirlər. Bundan sonra onlar hücum edib 1774-cü ildə Yavduşan döyüşündən sonra Dərbəndi mühasirəyə alırlar. Dərbəndi mühasirəyə alan zaman Dərbəndinin müdafiəsində dururdu Fətəli xanın həyat yoldaşı olan Tuti Bikə xanı dururdu. Fətəli xan da görür ki, çıxılmaz vəziyyətdədir. Qarabağ, Şəki, Gürcüçarı, Dağıstan hakimləri, nə bilim, hamısı birləşirlər ona qarşı, çıxış yolu yoxdur. Ona görə də Rusiyaya müraciət edir. Rusiyaya müraciət edir, Rusiya çaritsası 2-ci Yekaterinada xoş qarşılayır və ordu göndərir kömək üçün Fətəli xana. Və həmin ordunun köməyi ilə 1775-ci ildə Fətəli xan öz düşmənlərini məğlub edir və Dərbəndi mühasirəsini azad edir. Qubalı Fətəli xan 1780-81-ci illərdə Qarabağa yürüş etmişdi, lakin bu yürüş uğursuzluqla nəticələnmişdi. Ona görə ki, Qarabağ xanlığı Gürcü çarı ilə ittifaq qurub Qubalı Fətəli xanın hücumunun qarşısını almışdı. 84-cü ildə Qubalı Fətəli xan gedir Cənubi Azərbaycana, hətta Ərdəbillə Meşkini tutur. Lakin Ərdəbili tutmasına Rusiya narazılıqla qarşılayır Ərdəbili tutmasını. Ona görə də geri çəkilir. Lakin geri çəkilərkən 85-ci ildə Lənkəran və Şəki xanlıqlarını da özünə tabe edir. Beləliklə, ümumi desək ki, Qubalı Fətəli xan dövründə Azərbaycanın çox böyük hissələri Quba xanlığına tabe edilir. 89-cu ildə Qubalı Fətəli xan ölümündən sonra xanlıq zəifliyir və 91-1806-cı illərdə Şeyxəli xan olmuş hakimiyyətdə. Şeyxəli xan hakimiyyəti dövründə də 1797-ci ildə Ağa Məhəmməd Şah Qazana tabe olmuşdur Şeyxəli xan. 1806-cı ildə isə 1806-cı ildə isə Rusiya gəlir, Quba xanlığını tutur və Quba xanlığının ərazisində əyalət şurası yaradılır. Bakı xan II Mirzə Məhəmmədin başçılığı ilə əyalət şurası yaradılmışdır. 1810-cu ildə isə, burada qeyd eləməmişəm, həmin əyalət şurası da ləğv olunub, Qubada komendant idarə üsulu yaradılmışdır. Beləliklə, Quba xanlığının ümumiyyətlə tarixi belədir və o qədər də çətin deyil. Biz burada mütləq nəyi bilməliyik? Mütləq şəkildə Qubalı Fətəli xanın birləşdirmə siyasətindəki ardıcıllığı. 59-cu ildə Dərbənd, sonra Bakı, Şamaxı, Cavad ərazisi, sonra testləri işləyəndə gördünüz, orada Cənubi Azərbaycan xanlıqlarının testlərində var idi daha çox. 1784-cü ildə Qubalı Fətəli xan hansı Cənubi Azərbaycan xanlığına hücum etmişdi? Ərdəbilə hücum etmişdi. Bu Quba xanlığı uşağı. Qarabağ xanlığını mütləq çox mükəmməl bilmək lazımdır. Ona görə ki, Qarabağ xanlığından qəbula daha çox suallar düşür. Son 4-5 ilin qəbuluna baxsanız, mütləq Qarabağ xanlığından, ya Qarabağ ya İrəvan, amma daha çox Qarabağ xanlığından mütləq sual var. Bu da normaldır, çünki Qarabağ bizim əsas məsələmiz idi. Qarabağ xanlığı 1748-1822-ci illərdə mövcud olmuşdur. Xanlığı Pənahəli xan yaratmışdır. Pənahəli xan 1748-ci ildə Bayat qalasını tikdirmişdi, 51-ci ildə Şahbulaq qalasını və 57-ci tam dəqiq göstərilmir, 52-57-ci illərdə, yəni bu illərdə də Şuşa qalasını tikdirmişdi. Onun digər adı Pənahabad qalasıdır. Bayat savaşı adlanan hadisəni bilirsiniz ümumiyyətlə. 1748-ci ildə Şəkidə keçmişdi. Şəki xanı Şamaxı ilə müttəfiq olub, Qarabağa hücum edir, lakin bu yürüyüş uğursuzluqla nəticələnmişdir. Xatın arxı döyüşündə bir dənə deyək, Cənubi Azərbaycan, İran ərazisində bu dövrdə mübarizə aparan Nadirin ölümündən sonra 2 dənə şəxs var edilmişdir. Birincisi Kərim xan Zən, ikincisi Məhəmməd Həsən xan Qacar. Həmin bu Məhəmməd Həsən xan Qacar 1757-ci ildə Qarabağa hücum etmişdir, lakin xatın arxı döyüşündə məğlub olaraq geri çəkilmişdir. Dedik ki, geri çəkilərkən də yolda öldürülmüşdür. Məlikliklərlə mübarizə var idi Qarabağ xanlığının. Qarabağ xanlığının tərkibində 5 dənə məliklik var idi. Erməni məlikliyi ilə gedir söhbət. Və bu erməni məlikliklərini Pənahəli xan öz hakimiyyəti altına almışdır. Bağlıbölə döyüşündə Xaçın məlikliyini tabi etmişdir. Ardıcıllıq soruşsa sizdən Vərəndə, Xaçın, Dizabör,
Vərəmdə xaçın dizaq, çiləbör talış. Vərəmdə xaçın dizaq, çiləbör talış. Bu ardıcıllıqla Pənahəli xan məliklikləri özünə tabi etmişdi. 1759-cu ildə Urmiya mövzusunda keçmişdik. Urmiya xanlığı Fətəli xan gəlir Qarabağa hücum edir və Qarabağ xanlığı Urmiyalı Fətəli xandan asılı ola düşmüşdü. 63-cü ildə də bilirsiniz ki, Pənahəli xan Şiraz qonaqlığına getmişdi və ondan sonra deyir ki, öldürülmüşdü və s. Pənahəli xanın özünə tabi etdiyi xanlığı var. Bunu İ.Ə. girişində yadda saxlaya bilərsiniz. İrəvan, Naxçıvan, Ərdəbil, Gəncə. İrəvan, Naxçıvan, Ərdəbil, Gəncə. Bu Pənahəli xanın özündən asılı saldığı xanlıqlar. 63-cü ildə bildik ki, Şiraz qonaqlığı, 63-1806-cı illərdə isə İbrahim Xəlil xan olmuşdu hakimiyyəti. İbrahim Xəlil xan girov kimi verilmişdi Urmiyalı Fətəli xana 1759-cu ildə. Sonra isə Şiraz hadisəsindən sonra gəlmişdi. Mənim nəsə orada fırlandı, gördüm. Qapıyı kəllə vurdu. Gördüm, kimsə fırlandı. İnşallah İbrahim Xəlil xanla Pənahəli xan arasında oxşar cəhət odur ki, hər ikisi məlikliklərə qarşı mübarizə aparmışlar. Məlikliklərə qarşı. İbrahim Xəlil xan dövrü üçün deyilik ki, 80-81-ci illərdə Quba xanlığı hücum etmişdi Qarabağa, lakin dedik ki, Gürcüstanın köməyi ilə Quba xanlığı hücumunu dəf etmişdi. 82-ci ildə İbrahim Xəlil xan Qaradağın bölüşdürülməsini iştirak etmişdi. Xoy xanlığı ilə birlikdə Qaradağın ərazisini bölüşdürmüşdür. Bir də bura qeyd etməmişəm, deyim ki, 1780-ci ildə də Gəncə xanlığının ərazisini bölüşdürmüşdü. Gürcüstan, İraqli ilə birlikdə Gəncə ərazisini öz aralarında bölüşdürmüşdülər. 1795-97-ci illərdə Ağa Məhəmməd Şah Qacarın xan sonra Şah Qacarın yürüşünə məruz qalmışdı. 95-də tabi olmasa da 97-ci ildə Ağa Məhəmməd Şah Qacara tabi olmuşdu Qarabağ xanlığı. 1805-ci ildə Kürəkçay müqaviləsi ilə Rusiyanın himayəsinə keçmişdi. 6-cı ildə isə İbrahim Xəlil xan xəyanətlə öldürülmüşdü Rusiya tərəfindən və 1822-ci ildə Qarabağ xanlığı ləğv edilərək ərazisində əyalət yaradılmışdı. Yəni Qarabağ suru yaradılmışdı. Əyalət yaradılmışdı. Belə uşaqlar, bu Qarabağ xanlığı dediyim kimi çox önəmlidir, mütləq şəkildə bilmək lazımdır.